Məsələn, həftədə 2 dəfə gəlirdim, məsələn, Bakıya avtobusda çalışırdım, köməkçi kimi. O biri günü gəlirdim, səhər tezdən 6-da avtobus çatırdı Bakıya və mən gedirdim evə, hazırlaşırdım. Bir şirvan pul alırdım o vaxt, Bakıya gedib gəlməyə, 2 günə belə deyək. Sonralar elə o dərsimə maneçilik törətməsin deyə səhər-səhər anamla 5-in yarısı dururduq yuxudan. Axşamdan piraşkinin bütün hər şeyini hazır edirdik. Səhər 6-ya qalmış, mən bir vedrə piraşki ilə hardasa 3-ü bir Məmməd Əminə idi. 3-ü bir Məmməd Əminə. 30-35 ədəd piraşki pişirirdi anam səhər tezdən və mən hər səhər çıxırdım, həmin o avtobus gələndə o avtobusdan düşən sürücüsüdür, köməkçisidir, elə müştərilər gələn